Qarnı ac adam, evdə uşaqları ac olan bir ata gözü tox ola bilir? Ola bilir. Mən o şeylərdən keçmişəm məsəl üçün. O çətinlikləri yaşamışam həyatımda. Elə bir də dövr var idi 90-cı illərdə filan da. Məsələn, atam dünyadan getmişdi. Həm böyümən idim ailədə. Çox idi sizin kimi əziyyət çəkənlər. Bəli, Amma bugün ətrafa baxırsan, deyirsən, niyə mənim övladım o cür yaşamamalıdır? Niyə mənim övladım istədiyi ən azı bir ayaqqabını geyinməməlidir? Məsəl üçün, bizim əlimizdə rıçaqlar, kimin əlində nə rıçaq var, hansı təsir etmə rıçağı var, ondan istifadə edir. Məsələn, mən şeirlərimdə nisbətən bu mövzulara toxunuram. Düzdür, mən sırf sosial məsələlərlə bağlı şeirlər yazmıram, amma müəyyən bir ucu taziyanə, ki, satiranın əleyhinə olan adamım əslində, amma bir ucu taziyanə, o ayaqda oxuduğumuz beytlər var idi ki, daha çox ictimai hadisələri, məsələn, qınamaq niyyəti ilə yazılan şeirlər də var. Amma bu qədər gücüm çatır. Mənim bir rıçaq var əlimdə, buna gücüm çatır. Daha çox o cəmiyyəti dəyişə bilənlər isə daha çox maddi dünyanın adamlarıdır. Yəni, onlar şərtləndirirlər. Biz şərtləndirmirik. Şəxslər, ayrı-ayrı fərdlər düzəlməlidirlər. Yəni, bir şeirim var idi, suallardan ibarət idi. Dodaq tərpədmişsən bir xeyir iş üçün, bir qapı açmışsan gediş-gəliş üçün, bir yetim gözündə sağ ol görmüsən, nəsə belə hamısı sual idi. Ki, bu suallar o şəxslər üçün ki, bundan zövq alsınlar. Bir insanı sevindirməkdən gözəl bir şey, böyük bir zövq yoxdur.